Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən çox sayda avtobus marşrutları müsabiqəyə çıxarılıb. Bunlar Bakı-Gəncə, Bakı-Astara, Bakı-Bərdə, Bakı-Ağcabədi, Bakı-İsmayıllı, Bakı-Kürdəmir, Bakı-Oğuz, Bakı-Naftalan, Sumqayıt-Qusar, Sumqayıt-Mingəçevir, Sumqayıt-Sınıqkörpü, Qazax sərhəd keçid məntəqəsi, Gəncə-Masallı, Bərdə-Göyçay, Sabirabad-Lənkəran, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Şəki-Zaqatala, Balakən-Zaqatala, Quba-Xaçmaz şəhərlərarası, Nabran-Xudat qəsəbələrarası, eləcə də paytaxtın 332, 333, 334, 335 və 336 nömrəli qəsəbədaxili avtobus marşrutlarıdır. Sənədlər 10 aprel 2025-ci il saat 17-yədək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək. Müsabiqəyə əsas avtobuslarla yanaşı ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Gəncə, Bakı-Astara, Bakı-Bərdə, Bakı-Ağcabədi və Bakı-İsmayıllı istiqamətlərində 5 lot üzrə aprelin 15-də, Bakı-Kürdəmir, Bakı-Oğuz, Bakı-Naftalan və Sumqayıt-Qusar istiqamətlərində 5 lot üzrə aprelin 18-də, Sumqayıt-Mingəçevir, Sumqayıt-Sınıqkörpü, Gəncə-Masallı, Bərdə-Göyçay və Sabirabad-Lənkəran istiqamətlərində 5 lot üzrə aprelin 22-sində, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Şəki-Zaqatala və Balakən-Zaqatala istiqamətlərində 5 lot üzrə aprelin 25-də, Quba-Xaçmaz, Nabran-Xudat istiqamətlərində, eləcə də paytaxtın 332 nömrəli qəsəbə daxili Qala qəsəbəsi, 152-ci Qala küçəsi, Milli Aviasiya Akademiyası, 333 nömrəli qəsəbə daxili Binə qəsəbəsi, Yeni Yaşayış Massivi, Binə qəsəbəsi, Savxoz Yaşayış Massivi, avtobus marşrutları üzrə 4 lotda aprelin 29-da 334 nömrəli qəsəbə daxili Binə qəsəbəsi, Kardon fabriki, Binə qəsəbəsi, Azərsun İstirahət Mərkəzi, 335 nömrəli qəsəbə daxili Binə qəsəbəsi, Savxoz Yaşayış Massivi, Binə qəsəbəsi, Elmaz Hacıyev küçəsi, 336 nömrəli qəsəbə daxili Binə qəsəbəsi, 137-ci Binə küçəsi, Penitensiar Xidməti Müalicə Mərkəzi, Binə qəsəbəsi, 131-ci Binə küçəsi avtobus marşrutları üzrə 3 lotda mayın 2-sində baxılacaq.